ABŞ-ın Gürcüstandakı səfirinin səlahiyyətlərini müvəqqəti olaraq Amy Diaz icra edəcək. Bu barədə ABŞ səfirliyi məlumat yayıb. Gürcüstanın Xarici İşlər naziri artıq Amy Diazla tanışıqlıq görüşü keçirib. Görüşdə Gürcüstan-ABŞ münasibətləri və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub. Siyasi dairələr yeni müvəqqəti səfirin təyinatını və bununla bağlı gözləntiləri dəyərləndirirlər. Amy Diaz əvvəllər Malawi, Zimbabwe, Əfqanistan, Meksika və digər ölkələrdə ABŞ diplomatik xidmətində çalışıb. O, həmçinin ABŞ-ın Tbilisidəki səfirliyində daxili siyasət şöbəsinin rəhbəri olub. Xatırladaq ki, indiyədək bu vəzifəni Alan Persel icra edirdi. Vahid Milli Hərəkat Partiyasının qurultayına 6 gün qalıb. Qurultayda müvəqqəti idarəetmə orqanı və müvəqqəti sədr seçiləcək. Bu qurum 6 ay ərzində partiyanın seçkiləri hazırlayacaq. Tina Bokuçava hələ də ictimaiyyət qarşısına çıxmayıb. Mikhail Saakashvilinin sədrliyə namizəd göstərdiyi Nanuka Jorjolyan isə namizədliyini təsdiqləyərək bildirib ki, yalnız Mikhail Saakashvili baş nazirliyə namizəd olacağı halda sədrliyə razılıq verəcək. Partiyada gedən proseslər siyasi qiymətləndirmələrin mövzusudur. Təhsil islahatı çərçivəsində Gürcüstan hökuməti dövlət universitetlərinin maliyyələşdirilməsinin yeni modelini təsdiqləyib. Model 2026-2027-ci tədris ilindən mərhələli şəkildə tətbiq olunacaq. Maliyyələşdirmə 2 hissədən ibarət olacaq. Baza maliyyələşdirilməsi və fəaliyyət nəticələrinə əsaslanan maliyyələşdirmə. Baza maliyyələşdirilməsi təhsil proqramları və tələbələrin sayına uyğun müəyyən ediləcək. Hökumətin qərarına əsasən bu ilin sentyabrından etibarən dövlət universitetlərinə qəbul olunan tələbələrin təhsil haqqı tamamilə dövlət tərəfindən ödəniləcək. Yeni sistem universitetlərdə təhsil keyfiyyətinin, eləcə də akademik və inzibati heyətin əmək haqqının artırılmasına xidmət edəcək. Daxili İşlər Nazirliyinin əməkdaşları taksi sürücüsünə ağır xəsarət yetirməkdə təqsirləndirilən az yaşlını saxlayıblar. İstintaqa görə gediş haqqı üstündə yaranan mübahisə zamanı az yaşlı soyuq silahla sürücünü yaralayıb və hadisə yerindən qaçıb. Polis onu saxlayıb. Bıçağı isə maddi sübut kimi götürüb. Cinayətə görə 7 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Daxili İşlər Nazirliyi külli miqdarda dələduzluq və saxta sənədlərdən istifadə ithamı ilə 2 nəfəri saxlayıb. İstintaqa əsasən onlar saxta sənədlərlə zərər çəkəni aldadaraq 17 avtomobilin alınması üçün köçürülmüş 450.900 ABŞ dollarını mənimsəyiblər. Daha bir şəxs barəsində qiyabi itham irəli sürülüb. Cinayət 9 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutur. Daxili İşlər Nazirliyinin əməkdaşları xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanılması və satışına yardım ithamı ilə 3 nəfəri saxlayıb. Onlardan ikisi Ukrayna vətəndaşıdır. Tbilisidə aparılan axtarışlar zamanı satış üçün hazırlanmış külli miqdarda alfa, PVP və mefedron aşkarlanaraq götürülüb. Cinayətə görə 20 ilədək və ömürlük həbs cəzası nəzərdə tutulur. İstintaq xidməti 1 maydan bu günədək aksiz markası olmayan siqaretlərin saxlanılması, daşınması və satışı ilə bağlı 61 faktı aşkarlayıb. Bu iş üzrə 83 nəfər cinayət məsuliyyətinə cəlb olunub, onlardan 38-i həbs edilib. Əməliyyatlar zamanı bazar dəyəri 387 min laridən çox olan 64 minə yaxın qutu aksizsiz siqaret və elektron siqaret müsadirə edilib. ABŞ prezidenti Donald Trump bildirib ki, Vaşinqtonun Ukraynaya Patriot raketlərinin istehsalı üçün lisenziya verib-verməyəcəyini hələ tam əmin deyil. O, Financial Times qəzetinə müsahibəsində əsas məqsədinin Rusiya-Ukrayna müharibəsinin başa çatdırmaq olduğunu deyib. Trumpın sözlərinə görə yaxın günlərdə Jared Kushner və Steve Witkoff ilk dəfə Ukraynaya səfər edəcəklər. Mərakeşdən İspaniyanın Şimali Afrikadakı Ceuta anklavına bir neçə saat ərzində minlərlə miqrant daxil olub. Yerli hakimiyyət Madridi milli fövqəladə vəziyyət elan etməyə çağırıb. Şahidlərin görüntülərində insanların sərhədi həm qurudan, həm də dəniz yolu ilə keçdiyi görünür. Miqrantların əksəriyyəti gənc kişilər olsa da, qadın və uşaqlar da var. İspaniya mediasının məlumatına görə artıq 2-3 min nəfər Ceutaya daxil olub. Yerli təhlükəsizlik nümayəndələri vəziyyəti tam xaos kimi qiymətləndirirlər. BMT Təhlükəsizlik Şurasının keçirilən ilk qeyri-rəsmi səsvermənin nəticələrinə əsasən təşkilatın növbəti baş katibi vəzifəsinə namizədlər arasında hazırda Kosta Rikanın sabiq vitse-prezident Rebecca Greenspan liderlik edir. İkinci yerdə Qayananın keçmiş Xarici İşlər naziri Caroline Rodriguez Birket, üçüncü yerdə isə Beynəlxalq Atom Enerji Agentliyinin rəhbəri Rafael Grossi qərarlaşıb.